Salam əziz həmvətənlər, dəyərli Azərbaycanlılar, hər biriniz xoş gördük, çalışın. Bu videoları paylaşın ki, bütün Azərbaycan xalqı təşkilatlansın. Bildiyiniz kimi, Azərbaycanda bir avtoritar rejim formalaşıb. Çox təəssüf ki, Azərbaycan xalqı 1993-cü ildə Heydər Əliyevin siyasi oyunlarına qurbanına çevrilməyə başladılar. Və nəticədə deməli Azərbaycan xalqı saf niyyəti ilə Əliyevin hakimiyyətə gəlməsinə göz yumdu. Hətta bəziləri inandı. Nəticədə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bax bu indiki quldur rejimin əsasını qoydu. Biz çalışmalıyıq ki, bu quldur rejimi gec-tez hakimiyyətdən uzaqlaşdıraq. Səbəblərdən birincisi milli ideologiyanın 35 ildə formalaşmaması. İkincisi dövlət adına cinayətlər. Üçüncüsü tayfabazlıq. Dördüncüsü korrupsiya. Beşincisi bir daha deyirəm, şəxsi məqsədləri üçün rəqiblərin, müxalif rəqiblərin, siyasi rəqiblərin öldürülməsi və bu kimi başqa məsələlər. Və bir çox səbəblər var ki, Əliyev rejiminin cəzalandırılması qanuni, hüquqi, siyasi cəhətdən deməli vacibdir. Bunun üçün Azərbaycan xalqı nə etməlidir? Sadəcə vətəndaşlarımız öz hüquqları uğrunda təşkilatlanmalıdırlar. Düzgün maariflənməlidirlər. Bizdə ən böyük problem hüquqi savadsızlıqdır. Ümumiyyətlə, Azərbaycan xalqı, Azərbaycan vətəndaşları hüquqlarını bilmirlər. Hüquqi cəhətdən addımlar atılmır və bu məqsədyönlü şəkildə edilib ki, istənilən an, istənilən şəxsi həbs etmək asan da olsun. Biz Azərbaycanda hüquqi dövlət qurulması üçün əlimizdən gələni edəcəyik.